Salam, hər vaxtınız xeyirli olsun. 39 nömrəli sual izahı da, məsələn, biz burada xəttlərin sayına baxsaq, görərik ki, məsələn, 1 xətt, 2 xətt, 3 xətt, 4 xətt var da, belə deyək, 4 xəttimiz var burada. Burada 3 xətt var, burada 2 xətt var. Yəni qısa-qısa formatda biz bunu bölsək. Burada yenə 3 xətt var, 2 xətt var, 1 xətt var. Burada 2, 1 və xətt olmamalıdır təbii ki. Yəni A variantı çıxır, D variantı çıxır, qalır burada B, C və E variantları. Və niyə burada cavab C olmalıdır? Nəyə görə? Səbəbi nədir? Çünki biz burada fikir versəz, xəttlər get-gedə azalanda, məsələn, sağ aşağıda heç bir xətt qalmamışdı da buradan. Mən niyə götürməliyəm bu B variantını ki? Heç bir şəkildə sağda aşağıda xətt qalmır da, yəni. Və yaxşı, niyə C olmalıdır, E olmamalıdır? Çünki fikir versək, bunun ortası kvadrat formatda dolu ola bilməz. Romb formatında dolu ola bilər. Çünki biz burada bilirik ki, orta ola bilər ki, burada qalır həmişə. Burada da qalır. Və orta hissəyə biz baxsaq, məsələn, əgər bura kvadrat romb qalırsa, romb qalmalıdır da burada. Yəni kvadrat dolu olsa, burada çıxıntı olacaq təbii ki, kvadrat formasında əgər dolu olsa bura. Və eyni zamanda biz bunu üçüncüdə rahat görə bilərik. Məsələn, bu silinir. Sonra bu silinəcəksə, bax fikir verin, buranın hamısını atıram. Burasını atıram. Və rənglədiyim bir yerdən əlavə burada nə qalır? Kvadrat qalır, yoxsa romb qalır? Təbii ki, romb formalı bir şey qalmalıdır. Ona görə cavab burada E variantı yox, C variantı olmuş olur.